şəriətimizdə orucu batil edən işlərin arasında yalan danışmaq da var. Amma hansı yalandan söhbət gedir? Allahın, Peyğəmbərin, imamın adından yalan danışmaq. Yəni necə? Məsələn, Allahın adından yalan danışmaq ki, Allah belə buyurub. Və yaxud hər hansı bir Quran ayəsi barəsində deyəsən ki, Quran ayəsi bu mənadadır. Və yaxud Həzrət Peyğəmbər belə buyurub. Halbuki Peyğəmbər elə buyurmayıb. Məsələn, imam belə buyurub. Yəni hədisin, ayənin, yəni Allahın və Peyğəmbərin sözlərini yalandan demək. Bu halda şəxsin orucu batil olur. Amma bundan başqa hallarda, hətta şəri tərəfdən batıl olur belə. Bundan başqa hallarda yalan danışmaq, kimisə aldatmaq, orucun savabını azaltsa da, savabını aradan aparsa da, şəxsin şərii tərəfdən orucunu batil eləmir. Amma hər bir halda oruc olduğumuzu düşünmək və hər bir xoşa gəlməz işlərdən çəkinməyimiz daha yaxşı olardı. Çünki Həzrət Əleyhisselam, Həzrət Peyğəmbər xütbəni oxuyub tamamlayana yaxın soruşdu ki, ya Rasulallah, bu ayın ən üstün, ən fəzilətli əməli hansıdır? Həzrət Peyğəmbər buyurdu ki, Allahın qadağalarından, haramlarından çəkinmək.